Stalinin gəncliyində şairlik marağı vardı. O, gürcü dilində şeirlər yazırdı və bir neçə şeiri yerli qəzetlərdə yayımlanmışdı. Onun şeirləri Soşo imzası ilə çap olunmuşdu. Bu, onun uşaqlıq ləqəbi idi. Stalin öz səsindən utanırdı və buna görə də radio və ya televiziya çıxışlarından çəkinirdi. O, əsasən yazılı çıxışlara və şəxsən danışmağa üstünlük verirdi. Stalin həmçinin paranoyak idi, ətrafındakı insanlara heç vaxt tam etibar etmirdi. Hətta yaxın dostlarını və müttəfiqlərini də zaman-zaman yoxa çıxardırdı. Stalinin oğlu 2-ci Dünya müharibəsi zamanı Almanlara əsir düşmüşdü. Almanlar onu əsir mübadiləsi üçün təklif edərək Yakovu nasist generalları ilə dəyişmək istəyirdilər. Lakin Stalin bu təklifi rədd etdi və mən əskəri generala dəyişmərəm dedi. Kanala abunə olmağı və videoları bəyənməyi unutma.